Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn variantı tapın. Bu tip testlərdə bilirik ki, dairə 0-dan 9-a qədər müəyyən bir rəqəmə bərabərdir. Yəni, birinci sırada olan dairədə, üçüncü sırada da, dördüncü sırada da, beşinci sırada da tutaq ki, 3-dür. Ulduz birinci sırada da, ikinci sırada da, beşinci sırada da 5-ə bərabərdir. Yəni, bu testdə hər bir fiqur müəyyən bir rəqəmə bərabərdir. Və bu fiqurların da rəqəm ekvivalenti sağda verilib. Bunları taparaq biz paxlava formalı fiqur, kvadrat və dairənin rəqəm ekvivalentini tapacağıq. Bu tip testlərdə ilk öncə nə edirik? Baxırıq ki, bir dairə var, bir ulduz var, bir üçbucaq var, bir paxlava formalı fiqur var, bir də kvadrat var. Yəni, hərəsindən bir dənədir, onu tapmaq olmur. Keçirik ikinci sütunumuza. Ulduzdur, paxlava formalı fiqurdur, kvadratdır, dairədir, ulduzdur. Burada da hərəsindən biridir. Üçüncü sıraya baxırıq, orada isə üçüncü sütunda paxlava formalı fiqur bir dənədir, üçbucaq bir dənədir, dairə 1, üçbucaq dairə. Deməli, 2 üçbucağımız var, 2 dairəmiz var, bir paxlava formalı fiqurumuz var. Deməli, bizim də rəqəmlərimizdən üçüncü rəqəmləri, hər ədədin üçüncü rəqəmi ikisində bərabər olacaq, ikisində. Birində isə fərqli olacaq. Deməli, 1, 1. Bu bərabərdir, 4, 4 bərabərdir, 3. Deməli, bizim fiqurlardan ibarət birinci sütunumuz rəqəmlərdən ibarət 5-ci sırada yerləşən ədədimizə bərabərdir. Çünki paxlava formalı fiqur bir dənədir, 3-cü sütunda. Bizdə də burada bir dənədir. Ona görə bunu qeyd edirik. Buna 1 yazaq, buna da 1 yazaq. Və baxaq görə biz hansılarını tapdıq. Deməli, dairəmiz 1-ə bərabərdir. Dairəmizin altından 1 yazırıq. Ulduzumuz 2-dir, paxlava formalı fiqurumuz da 3-dür. Bunu da altına 3 yazırıq. İndi tapdığımızı əsasən digərlərin tapaq. Deməli, bizim dairəmiz 1 oldu, ulduzumuz 2. Bizim də fiqurlarımızdan biri ulduzla başlayır. Deməli, rəqəmlərdən də, ədədlərdən birinci rəqəmi 2 olan bir dənə olacaq. O da 3-cü sırada yerləşən rəqəmə uyğun gəlir. İkinci fiqurumuza 3-cü sırada yerləşən ədədimiz ekvivalent olur. İndi isə buradan baxırıq ki, ulduz 2-dir, paxlava formalı fiqur 3-dür və üçbucaq 4-ə bərabərdir. Yenə də kvadratı tapmadığımız üçün davam edirik. Paxlava formalı fiqurumuz 3-ə bərabər olduğunu bilirik. Buradan və buradan. 3 ilə başlayan bir fiqurumuz var, 4-cü sırada yerləşən fiqurumuz və 3 ilə başlayan ədədimiz də bir dənədir. O da 4-cü sırada yerləşir. Burada dairə 1-ə bərabərdir, bilirdik onu və üçbucaq da 4-ə bərabərdir. Davam edirik. Üçbucaqla başlayan, yəni üçbucaq 4-ə bərabər olduğuna görə, üçbucaqla başlayan 3-cü sırada yerləşən fiqurlarımız üçbucaq 4 olduğu üçün rəqəm ekvivalenti ikinci sırada yerləşən ədədimizdir. 451. Burada gördüyümüz kimi üçbucaq 4-dür, kvadrat 5-dir və dairə 1-dir. Kvadratın 5 olduğunu bildik və 5-ci sırada da yerləşən fiqurlardan ibarət sətrimiz birinci sırada yerləşən rəqəmlərdən ibarət sətrimizə bərabərdir. Deməli, 4bucaq da kvadratı tapdıq ki, 5-ə bərabərdir. Bunu da yazırıq kvadratın altından. Deməli, bizim paxlava formalı fiqurumuz, kvadrat və dairəmiz 351-ə bərabərdir. 351 də B variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa,
Yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.